Stil və aqressiv görüntü artıq əvvəl kimi bahalı deyil. 33.900 manata Wuling Alves S, idman bamperi, karbon elementlər, duman ilə işıqlandırma, gündüz hərəkət işıqları, full LED optika, kapot altında General Motors'a məxsus 1.5 litrlik turbo mühərrik dayanır. Panoramik lük, reylinglər, açarsız daxil olma, dönmə işıqlarının təkrarlayıcı 215-55 R17 ölçüdə təkərlər, yüngül lehimli disklər, bamperdə karbon elementlər, 2 səs boğucu başlı, parking radarlar, düymə ilə açılan bagaj qapısı, örtük altında ehtiyat təkər və 400 dənə artıq bagaj həcmi var. Salonda dəri idman oturacaqları, geniş sandıqça dəri və karbon işləməli, ön panel, 10 yumluq ekran, avtomat transmisiya, elektron əyləci, avtohold, klimat kontrolunun idarə olunması, start-stop, dəri multifunksiyanal sükan və elektron sürətlər paneli. 1.83 boyundayım, mənim üçün burada kifayət qədər yer var. Hələ özüm zaman arxada da otursam, arxa oturacaqlarda yenə də diz məsafəsi kifayət qədər qalır. Bu Wuling'in Alves S modelidir. Nisbətən daha idman sayığı qurulmuş bir modeldir, amma sadə modeli var. O da daha ucuz qiymətə satılır. Eyni zəmanət müddəti hamısına keçərlidir. Avtomobil çox əlçatan qiymətə satılır bugünkü gün. Oturdun düyməyə bastın və idarə et. Bu şəkildə qurulub. İçində də 30 milyondan artıq satılmağının səbəbi baxın elə budur. Yəni avtomobil çox artıq işlər görmədən tam idarə etməyə hazırdır. Dəri salon, panoramik lük, geniş ekran, transmisiya, avtomat, avtohold, elektron ələyləci, elektron sürətlər paneli, multifunksiyanal sükan saydıqca texnologiyalarla doldurublar avtomobili.